Mən yaltaqlıq eləsəm, bu istedadımı, potensialımı yaltaqlığa sərf eləsəm, bütün hökumətdə hamının ağzı açıq qalar ki, biz hələ belə yaltaq görməmişik. Ay tez bunu deputat eləyin, tez deputat eləyin bunu, tərifləsin bizi. Abi Milli Məclisdə biz bu hökumətin bir tərəflərindən mən eləyirəm, pullara da yazığım gəlir. Bu qədər pulları xərclər gedirəm, normal bunları tərifləyən bir adam da. Siyavuş Novruzov. Siyavuş Novruzov Allah vedrənin suyuna vurursan, suyu vedrə ilə ölçür, nə bilim ağlına nə gəldi danışır. Ümummilli liderimiz, nə bilim nə Allah cənab prezidentimizin canını sağ eləsin deyə bütün ömrün keyfində yaşadı da. Yəni, artıq bir dənə cümlə yox, artıq bir fikir yox, bir dünya görüş, təfəkkür, intellekt, heç nə yoxdur da, heç nə yoxdur. Və bununla eləcə Elman Nəsirov, bax o nə vaxt bir əsaslı, bir argumental bir şəkildə, nə vaxt bir çıxışın görmüsən, ancaq gic-gic danışmaqlar. Yəni normal bir yaltaqları da yoxdur ki, otura bir normal bunları tərifləyə, bir adam da qulaq assa, bir tərifində bir məntiq görə, bir şey görə də. Ona görə deyirəm ki, yəni bu adamlar hamısını, bu cəmiyyətin hamısını sənə nə zəmin yaradır? Cəmiyyətin savadsızlığı da. Savadsızlığı zəmin yaradır sənə. Sən normal, məsələn, görmüsən heç bir dənə deputat bu cəmiyyətin savadsızlığından, insanların cahilliyindən danışsın? Yox. Çünki bilir ki, o cəmiyyət savadsız, cahil olmaz, o deputat ola bilməz. Bilir, onu heç vaxt deməz. O ancaq belə deyər, xalq böyük xalqdır, xalq dəyərlidir, xalq nə bilim Füzulilər yetişdirib, Nizamilər yetişdirib, bizim Koroğlunun nəvəsi, nə bilim nə. Belə şeylərə gedir, atır kabinetdə də baxır, gülür, keyfin günün görürdür.